Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixail Harmsı qəbul edib. Xəbəri Prezidentin mətbuat xidməti yayıb. ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Josh Haq və Avropa üzrə baş müşaviri Wyatt Tölkən Azərbaycanda səfərdədir. Bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı səfirliyi sosial şəbəkə hesablarında paylaşıb. Nümayəndə heyəti Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədi ilə səfər edib deyə məlumatda qeyd olunub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atəşələrinin Naxçıvana səfəri təşkil edilib. Bildirilib ki, səfərdə 19 ölkəni təmsil edən hərbi atəşçilik aparatlarının 35 nümayəndəsi iştirak edib. Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumquşun ordunun qərargahında olublar. Əlahiddə Ümumquşun ordunun komandanı general-mayor Kənan Seyidov xarici dövlətlərin hərbi atəşçiləri ilə görüşüb. Səfər iştirakçılarına Əlahiddə Ümumquşunun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı brifinq təqdim olunub, protokola uyğun olaraq şərəf kitabı imzalanıb. Naxçıvanda keçirilən qlobal informasiya mühiti və media trendləri Mediafest 2025 konfransı çərçivəsində Naxçıvan televiziyası Azerspace bir Pekində yayıma başlayıb. Tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib. Balakəndə polis 6 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə keçirilən tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekəyev saxlanılıb. Onun üzərində 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə Günel adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyənləşdirilib və həmin şəxs saxlanılıb. Onun yaşadığı ünvandan torpağa bastıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. Günel İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini deyib. Faktla bağlı cinayət işi başlayıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Lənkəranda cinayət əməli törətməkdə şübhəli bilinən şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb. APA'nın xəbərinə görə Lənkəran rayonunun Vilvan kəndində cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevi öldürməkdə şübhəli bilinir. Qeyd edək ki, Vəliağa Səbziyevin Elşən Hüseynzadənin əmisi olduğu bildirilib. Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bugün yarımfinal oyunları baş tutacaq. Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Montenegro komandaları çıxacaq. Görüş saat 20-də start götürəcək. Digər yarımfinal maçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21:30-da başlayacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətimizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.